hakimlərlə tanış olduq. İndi isə keçid alaq Zirəyə. Qapıda 97 Thiago Silva, 32 Qismət Aliyev, 8 İsmail İbrahimli, 19 Rüfət Abdullazadə, 4 Juan Renato, 5 25 daha doğrusu Enrique Custodio, 9 David Volkov təsadüf edib. Beləliklə görüş başlayır. Hər iki komandaya uğurlar. Qeyd edim ki, bu qarşılaşmanı sizin üçün Qismət Bəyişov şərh edəcək. Zirə futbolçuları topu qazanmağa çalışırdılar, amma alınmadı. Karvanyevla hücumu, zərbə və top qapının üstündən keçir. Ərən Aydın və Enrique Custodio Ərəni düşünərək ötürməkdir, amma topa çatan Vadim Abdullayevdir. Vadim çətin vəziyyətdən çıxa bilmədi. Ərən Aydın topu komandasına qazandırır. Ərən Aydın topladı. Ərən geri oynadı. Fernandes yenidən Ərən Aydın. Yox, Ərən deyil, bu qapıya zərbə və Pedro Mateus topu tutur. Səhv etmirəmsə, Georgi Papunaşvili idi zərbəni endirən futbolçu. Bəli, Papunaşvili sol ayağı ilə zərbə endirdi. Onun uzaq məsafədən çox yaxşı zərbələri var. Və zərbə qapıya! Top qapıdan Asya Qaralı keçir. Georgi Papunaşvili 22-ci dəqiqədə qola yaxın oldu. Bəxti gətirir Karvanyevlaxın. Baxaq təkara. Georgi Papunaşvili sağ ayağı ilə zərbə endirdi. Papunaşvili sağ cinahda Qismət Aliyevi görür. Qismət ötürməsinidir Volkov istiqamətinə və qapçı Pedro Mateus topu tutur. Vadim Abdullayev topladı. Vadim ayaq saxladı. Vadim özü zərbə endirir. Top qapıdan aralı keçir. Juan Renato. Papunaşvili. Ərən Aydın. Hər yerdə görə bilirik. Ərən Aydın rəqibindən sıyrıldı. Ərən topladı. Ərəndən ötürmə. Top uzaqlaşdırılır. Zərbə və top qapıdan aralı keçdi. İsmail İbrahimlinin zərbəsi əslində çox qüvvətli alındı, amma çərçivə istiqamətinə getmədi. İsmail Custodio. Və Custodio topu komandasına qazandırdı. Ötürmə gəldi Ərən Aydın istiqamətinə. Ərənin zərbəsi və qapçı Pedro Mateus. Təkrar zərbə və top meydandan çıxır. Qayda pozuntusu qeydə alındı. Bu isə epizodun təkrarı. Əla ötürmə gəldi Papunaşvilidən Ərən Aydına, amma Ərən Aydın fərqlənə bilmədi. Türkiyəli futbolçu mövsümdə ikinci qolunu vurmağa yaxın oldu. Hər şey buradan başladı. Papunaşvilinin düşüncəsi çox yaxşı idi. Çıxal, hava və su kimi lazımdır. Volkovdan ötürmə gəlir. Cəlmə meydançası istiqamətini ötürmə başla, zərbə və top qapının üstündən keçir. Hadisələrin mərkəzində yenə də Ərən Aydın idi. İbrahimli ilə oynuyor. İsmail'dan ötürmə gəldi. Sol cinah istiqamətində Ərən Aydın ilk hissənin ən fəal futbolçularından biriydi. Ərən ötürməsini edir Papunaşviliyə. Georgi Papunaşvili gördü Rüfət Abdulazadəni. Rüfətdən ötürmə Qismət Aliyevin ötürməsi və zərbə endirə bilmədi Zirə futbolçuları. Bir qədər əvvəlki epizod təhlükəli gəldi Rəşad Sadıqovun kollektivi. Qismət Aliyevin ötürməsindən sonra Papunaşviliyə dəydi top. O Papunaşvili çərçivə istiqamətini zərbə endirə bilmədi. Ötürmə gəlir. İsmail İbrahimli. İsmail ötürməsini edir. Başla zərbə və top qapıdan Asya Qaralı keçir. Volkov istiqamətini ötürmə etdi başla, amma Qismət ötürməsini edir. Zərbə imkanı vermədi. Karvanyevla futbolçuları cəhd davam edir. Papunaşvilinin önünə düşdü top. Qarışıqlıq var orada. Ərən topu qəbul edir. Ərənin zərbəsi və Mateus yenə Ərənin fərqlənməsinə imkan vermədi. Bir qədər əvvəlki epizod. Ərən Aydın yenə fürsətdən yararlana bilmədi. İsmail İbrahimli. Konate. Heç nə yoxdur deyir baş hakim. Ötürmə gəldi Mike istiqamətinə. Mike!
Səbirli olun deyir. Baş hakim. Bu rakursdan baxır epizoda. Və gol yoxdur deyir. Bunu anlamadım tam olarak futbolçu. Önünü kesmişti baş hakimin. Müdafiədə də az idi. Fegli düşündü. Thompson Qavi ötürməsini edir. Spence ayaq saxladı. Geri ötürmə zərbə və top qapıdan Asfəqər ola keçir. Thompson Qavi. Konate. Anatoli Nuriyev. Sağ içinə ötürmə. Qismət Aliyev topladı. Qismət Aliyev ötürməsini edir. Anatoli Nuriyev! Mükemmel gol Anatoli Nuriyev'den. Zirədən cavab gecikmədi. Zirə ləğv edilen golla cavab verir. 79. dəqiqə. Karvanyevlaq 0. Zirə 1. Mükemmel gol Anatoli Nuriyev'den. Baxaq təkrara. Baxdı Qismət Aliyev cərmə meydançası istiqamətini ötürməsini etdi və çox mükəmməl gol, möhtəşəm gol Anatoli Nuriyev'den. Zirənin heyətində ilk golunu vurur Anatoli Nuriyev. Baxaq bir daha bu baxımlı golun təkrarına. Oy. Tirin altına zərbə indirir. Keçid alıraq. Ötürmə Ceyhun Nuriyev istiqamətinə. Ceyhundan ötürmə. Leroy Mikels. Topu demək olar ki boş qapıya göndərə bilmədi. Fərqlənərək məsələni həll edə bilərdi Mikels. Ötürmə yaxşı alınmışdı. Tam ayağını ötürmə etmişdi Ceyhun Nuriyev Mikelsin, amma çərçivəyə düşə bilmədi Mikels. Anatoli Nuriyev. Ötürmə. Gomisdən sol cinaha uğursuzdu. Top meydandan çıxır. Beləliklə qarşılaşmanın baş hakimi Karvanyevlaq Zirə görüşünü bitirir. Qarşılaşma Zirənin minimal hesablı qələbəsi ilə başa çatır. Oyunda yeganə qolu 79-cu dəqiqədə Anatoli Nuriyev vurdu.